Xanımlar, belə gözəl və dadlı ballı tort hazırlamaq istəyirsinizsə, sizə resept paylaşıram. 2 yumurta otaq temperaturunda əlavə edirik və 2 stəkan şəkər əlavə edirik və vanil əlavə edirik. Mikserlə qarışdırırıq. Tam qarışandan sonra 6 xörək qaşığı otaq temperaturunda süd əlavə edirik. Əlavə etdikdən sonra 2 xörək qaşığı bal əlavə edirik və 100 qram tam yumşalmış çərə yağı. Mikserlə qarışdırırıq, qoyuruq su buxarına. Su buxarında tam şəkəri əriyir, yoxlayırıq barmağımızdan, əriyir. Ən sonda hazır olur. 1 çay qaşığı kakao əlavə elədim. Həm xəmiri tünd olsun, həm də dadı gözəl gəlir. Qazdan götürən kimi 2 çay qaşığı soda əlavə edib qarışdırırıq. 2 stəkan un bir əlavə elədim. Təzədən yenə 2 stəkan un ara-ara eləmək lazımdır. Axırda da ən sonda yarım stəkan un əlavə edib tam qarışdırırıq. Xəmirimiz bu formada olmalıdır. Klokla üzərini örtürük, qoyuruq tam soyumağa. Kremi hazırlayırıq. 1 stəkan şəkər, 1 stəkan süd və 2 xörək qaşığı un, 2 dənə də vanil əlavə edirik. Tam qarışdırırıq. Sonra isə qoyuruq qazda bişirməyə. Bişirə-bişirə lazım gəlsə yenə əlavə su əlavə eləyə bilərsiniz, tam bişsin deyə. Ən sonda qazdan götürən kimi bir banka malako, skşonka əlavə edib qarışdırırıq, qoyuruq soyumağa. Burada xəmirimiz tam soyuyub hazırdır. Kündəni altdan eləmişəm, orada çox çəkmişəm, sonradan altı kündə elədim. Xəmiri yayıram, kəsirəm, sonra bişirirəm. Kəsin, sonra bişirin, onda daha səliqəli çıxır. Və 500 qram çərə yağını mikserlə qarışdırıram. Hazırladığım zavarnoyu da əlavə eləyə-eləyə mikserlə qarışdırırıq. Tam qaymaq kimi bir krem alınır. Belə aralarını kremləyirəm. Kojları yığıram. Bu kofeni də əlavə eləyirəm qıraqdan çıxan ovuntuların üstünə. Qəşəng onu qarışdırıram. Həm qoxusu, həm dadı gözəl gəlir. Belənçinə üstünə əlavə elədim. Çox gözəl dadlı tortumuz alındı və səhər durduq, şam qoyduq. Tuncay acından ürəyi sıxılır, bilmir necə eləsin, onu yesin. Burada da ağzının suyu axır. Şamları üfürdü və tortdan kəsdik. Tortu yedi, biz də yedik. Çox dadlı idi, çox gözəl idi.